Bakı şəhərinin mövcud mənzil fondunun inkişafına dair aktual çağırışlar və yeni gözləntilərlə bağlı elmi-praktik konfrans təşkil olunub. Konfrans Sosial Tədqiqatlar Mərkəzində baş tutub. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edib. Konfransın əsas məqsədi Bakının mövcud yaşayış fondunun cari vəziyyəti və gələcək inkişafı istiqamətlərinə dair məsələləri müzakirə etmək olub. Konfrans çərçivəsində müasir şəhərsalma yanaşmaları və planlaşdırma modellərinin tətbiqi məsələləri də geniş şəkildə nəzərdən keçirilib. Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, 2022-2026-cı il milli fəaliyyət planında tikinti sferasında mühüm vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur. Konfransa çıxış edən ekspertlər həmçinin köhnə tikililərin mövcud vəziyyəti, onların istismarına dair müasir yanaşmalar və təmir bərpa modellərinin tətbiqi məsələlərinə də toxunublar. Konfrans iştirakçıları mənzil bazarındakı dəyişikliklər fonunda qiymətləndirmə mexanizmlərinin yenilənməsinə də xüsusi diqqət ayırıblar. Konferansın nəticələri yalnız elmi, intellektual çərçivədə deyil, eyni zamanda da praktik qərarların əsaslandırılmasında da əhəmiyyətli rol oynaya bilər. Gələcəkdə bu kimi forumların mütəmadi keçirilməsi milli inkişafın strategiyalarının dərinləşdirilməsinə də mühüm töhfə verəcək. Söylə Ağazadə, Müqabil Bəbirxanov, SSTV xəbər.